Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Dünənləri bir çay çəkib paylaşmışdım. Mən o çayın adını bilmirdim. Çox sağ olsunlar. Burada yaşayan insanlar onun Qarqar çayı olduğunu mənə bildirdilər. Demək, Qarqar çayı eşitmişdim, amma buradan keçdiyini bilmirdim. Elhamdülillah. Bu günlər təkrarən Şuşaya gəldik. Şuşanın yaxınlığında, Şuşanın çata-çatda bir körpü var. Onun altından axıb gəlir. Biz dünən aşağıdan çəkmişdik, indi artıq yuxarıdan çəkirik. Çox gözəldir maşallah. Bunlar da qoz ağaçlarıdır. Hamısı qoz ağaçlarıdır. Təbiət oyanıb, gözəllikdir başdan ayağa. Bu da gördüyünüz həmin o Daşaltı kəndi ki var, Daşaltı. Bax, həmin buradır, bax, Daşaltı. Artıq bunun o bir üzü Şuşadır. Elhamdülillah, Allah həmd olsun. Allah Teala şəhidlərimizə rəhm eləsin, onları günahlarını bağışlasın, onları cənnətlə müjdələsin. Qazilərimizə Allah Teala kamil şəfa versin, hər birinə. Hər birinə kamil şəfa versin. Bax, bu Şuşa yoludur. Şuşa yoluna bax, Şuşaya girən yoldur. Bax, bura. Burada ağır döyüşlər gedib. Əskərlərimiz burada mənfur düşmənin burnunu əziblər. Həmin bax, bu yerdir. Mənim dostum polkovnik leytinat Firdovsu Vəliyev də həmin bax, bu Daşaltıda yaralanıb. Allah ona da kömək olsun. Allah ona da gözəl, kamil şəfa versin. Elhamdülillah, Allah həmd olsun ki, bu gözəllikləri biz gördük. Allah Teala bizə nəsib elədi. Dağlarda qar da var, görürsünüz. Maşallah, çox gözəl də yol çəkilib. Maşın çox rahatlıqla gəlir, gedir. Elhamdülillah. Siz bəyənin, siz takip edin. İnşallah mən sizin üçün gözəl videolar çəkib paylaşacağım. Elə insanlar var, məsəl üçün, elhamdülillah da, yəni bunlarda yaşayıblar, eləyiblər, görmək istəyirlər. İndi gəlmək olmur, getmək olmur, o nöqteyi nəzərdən. Yəni, bunlar nostalgiyadır başdan ayağa. Yəni, həmin insanlar üçün bura nostalgiyadır. Bunların hər bir yerində gəziblər, dolanıblar, görüblər. Gələnlər gəlib baxıb, gəlməyənlər də baxsınlar, görsünlər bu gözəllikləri. Elhamdülillah. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.